Browlift ingilis dilində, Azərbaycan dilinə tərcümə etsək, qaşın qaldırılmasıdır. Bir neçə növləri var. Düz qaşın üstündən bir kəsik. Bu kəsik çox vaxtı görünə bilər. Düzdür, siz görürsünüz, əməliyyatdan sonra yəqin Instagramda, YouTube'da olur ki, elə səhərisi yəni ki, əməliyyatdan sonraki mərhələdə bir həftə 10 gün sonra dartıb çıxardırlar ki, kişi heç nə əzik bir yer qalır, amma o 3-4 aydan sonra ona baxsaz, hamıda elə qalmır. Bəzi insanlarda biraz aralanır və yeri çox görünür. Düzdür, çox vaxt etmək olar, amma gərək xəbəriniz olsun ki, yeri qala bilər. İkinci kəsik düz, buradan tük çıxan yerdən eləmək olar, onda dəridə gedir, artıq dəri gedir və bu insanlarda bir balaca yeri qalsa da çox vaxtı saçla örtmək onu olur. Üçüncü isə düz saçın içindən, bu forehead lifting gedir. O lateral var, yəni ki, böyürdən olan və buradan olan. Bunu bilmək, burada nə bilmək lazım? Əgər sizdə alın nahiyəsi çoxdursa, böyükdürsə, yəni ki, saç bitməyən yer, bitən yer buradan başlayırsa, onu eləsəz, o da lap da böyük olacaq. Buradan böyürdən eləmək o da yaxşı texnikadır. Düzdür, çox adama yaraşmır. Siz baxırsınız ki, mən ona nadir hallarda deyirəm, çünki o əməliyyat olunanda qaşları çox belə böyük olur, çox açılır, amma bəzi insanlara yaraşır. Bunu bilmək və həkimdən soruşmalısınız ki, yeri qala bilər, qalmaya bilər və nə qədər durur bu əməliyyat və neçə vaxtdan sonra yenidən bu əməliyyat lazım olacaq.